Eyni ərazidə yaşayan sakinlərin bəzilərinə 7.000 manat, digərlərinə isə bundan 2 dəfə az kompensasiya təklif edilir. Bu iddia ilə paytaxtın Yasamal rayonu Fuad İbrahimbəyov 16 ünvanında yaşayan bir qrup sakin Xəzər xəbərə müraciət edib. Sakinlərin iddiasına görə 6 ildə ərazidə kommersiya məqsədli inşaat işləri aparan SR Construction Co. şirkəti sakinlərin köçürülməsi üçün onlara müxtəlif məbləğlərdə kompensasiya məbləği ödəyib. 300-ə yaxın ailənin köçürülməsini həyata keçirən şirkətin kimisinə kvadratına görə 6.000, kimisinə 7.000 manat ödəniş edildiyi iddia olunur. Digər ondan çox ailə isə şirkətin onların çıxarışlı evlərinə görə əraziyə uyğun kompensasiya verilmədiyini bildirir. Birinci instansiyada bizə cəmi 140.000 manat pul kəsmişdilər. Sonra artım oldu. Hardasa 160.000 məbləğ oldu. Yəni evin kvadratına nə qədər? Evin kvadratına 3.000-dən düşür, 3.100 manatdan düşür. Amma halbuki digər qonşulara daha yüksək məbləğ təqdim ediblər və onları köçürdüblər. Nə qədər məbləğ? 6.000-dən 7.000-dən alanlar olub. Nə qədər təklif? 2500. 4000-dən gedən var. İndi mən gedib o pula, o verdiyi 3.000-ə, 120.000-ə mən gedib harda alacağım? Heç Xırdalanda da misal üçün ala bilmərəm. Sakinlərin bəziləri isə bildirirlər ki, yaşadıkları ev tikinti şirkətinin ərazisinə daxil olsa da, onlarla ümumiyyətlə danışıqlar aparılmayıb. Əgər hazır evlər varsa, şirkətin tikdiyi evlərdən biz hazır evə köçməyə razıyıq. Əgər yoxdursa, onda bizdən öncə verilən qonşulara uyğun bir kompensasiya ödənilməlidir. Nə gəlir deyir ki, mən ev verirəm sənə burada. Qalmışıq da bu kranın altında. Görürsünüz, çəkəcəksiniz, görəcəksiniz. Sakinlərin iddiaları ilə bağlı SR Construction Co. şirkətindən Xəzər xəbərə bildirildi ki, köçürülmüş sakinlərə onlara məxsus daşınmaz əmlakların 1 kvadrat metri üçün 6-7 min manat aralığında kompensasiyanın ödənilməsi iddiası həqiqətə uyğun deyil. Kompensasiya məbləğləri müəyyən edilərkən sakinlər arasında ayrı seçkiliyə yol verilmir. Hazırki vaxtadək bəzi sakinlərin köçürülməməsinin səbəbi kompensasiya məbləğləri barədə qarşılıqlı razılaşmanın əldə edilməməsidir. Belə ki, həmin sakinlər 1 kvadrat metr sahə üçün onun bazar dəyərindən 2-3 dəfə artıq kompensasiya tələb etdiyinə görə mülki mübahisə yaranıb, bu səbəbdən məhkəməyə müraciət edilib. Məhkəmənin icraatında olan işlərlə bağlı sakinlərə onlara məxsus əmlakların 1 kvadrat metr üçün bazar dəyərinə 20% əlavə edilməklə kompensasiya təklif edilir. Sakinlərin ərazidən köçürülməsi qarşılıqlı razılaşmanın əldə edilməsindən və ya məhkəmə mübahisələrinin həll edilməsindən asılıdır ki, bunun nə vaxt başa çatacağı barədə öncədən proqnoz vermək qeyri-mümkündür deyə şirkətdən qeyd edildi. Nərmin Məmmədhəsənli, Şəhla Poladova, Ramil İbrahimov, Xəzər xəbər.